Təbii ki, istismar edilən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən təhlükəsizlik tədbirləri görülməlidir. Xüsusilə avtomobildə texniki cəhətdən nasazlıq yaranırsa, söz yox ki, orijinal ehtiyat hissələrinə üz tutulmalıdır. Yəni, avtomobil istismar edildiksə, istehsalçı zavodun müəyyən etdiyi ehtiyat hissəsində hər hansı bir nasazlıq yaranırsa, söz yox ki, bu avtomobilin sürücüsü tərəfindən orijinal ehtiyat hissəsindən istifadə edilməlidir. Əks halda qısa bir müddətdə qeyd etdiyimiz qeyri-orijinal ehtiyat hissəsi sıradan çıxır. Bu da son nəticədə avtomobil sürücüsünün yenidən belə deyək, zərər görməsinə səbəb olur. Ümumiyyətlə, uzun müddət avtomobil idarə edən sürücü və yaxud əmək fəaliyyətimin demək olar ki, 40 ilini sırf avtomobillərlə bağlı belə deyək, təbliğat işlərində iştirak etmişəm. Hər halda təcrübəmdə şahid olmuşam ki, qeyri-orijinal ehtiyat hissələri ilə əlaqəli yol nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Bu da son həddə sürücülərin peşmançılığına səbəb olur. Ümumiyyətlə, qeyri-orijinal ehtiyat hissəsi dedikdə, təbii ki, orijinal ehtiyat hissəsinə oxşar bir ehtiyat hissəsi kimi başa düşülür. Yəni, avtomobil sürücüsü tərəfindən ehtiyat hissəsi alındıqda onun oxşar cəhətdən olduğunu nəzərə alıb, eyni zamanda qiymətinin ucuz olmasına görə diqqət yetirir. Əlbəttə ki, orijinal ehtiyat hissələri nisbətən qiymət cəhətdən baha olur və söz yox ki, onun da vaxtında istismar edilməsi həmin nəqliyyat vasitəsinin istismar edilmə müddətini artırır. Təkrarən qeyd etməliyəm ki, qeyri-orijinal ehtiyat hissələrindən istifadə edilməsi nəqliyyat vasitəsində nasazlığın yaranmasına səbəb olur. Bu da son həddə yol nəqliyyat hadisəsinin yaranması deməkdir. Ümumiyyətlə, sürücü çalışmalıdır ki, istismar etdiyi avtomobildə hər hansı bir nasazlıq yaranarsa, dərhal onu diaqnostika etmək şaradan qaldırsın. Eyni zamanda tələb olunan ehtiyat hissəsi istehsalçı zavodun tərəfindən təyin edilmiş standartlara cavab verən ehtiyat hissəsi olsun. Ümumiyyətlə, avtomobil sahiblərinə və sürücülərə müraciət edərək qeyd etməliyəm ki, istismar etdiyiniz nəqliyyat vasitəsində hər hansı bir nasazlıq yaranırsa, sözsüz ki, əldə etmək istədiyiniz ehtiyat hissəsi çalışın ki, orijinal olsun. Bir daha qeyd edim ki, avtomobilin təkərindən tutmuş alın şüşəsi və digər tələb olunan ehtiyat hissələri istehsalçı zavodun müəyyən etdiyi standart tələblərə uyğun olmalıdır. Əks halda ucuz qiymətinə görə əldə etdiyiniz ehtiyat hissəsindən nəqliyyat vasitəsində olduğu zaman yol nəqliyyat hadisəsinin yaranmasına səbəb olur. Bu da son həddə sürücünün peşmançılığına və yol nəqliyyat hadisəsinin yaranmasına səbəb olur.